Həsrətindəyəm, müəllif Uzaq Sibirdən Qurban Səyyah Süleymanov. Deyirəm, a dostlar, necə deməyim? O keçmiş illərin həsrətindəyəm. Anam saçlarıma tumar çəkərdi. Qırışlı əllərin həsrətindəyəm. Atamla gəzdiyim uca dağların, almalı, armudlu, yaşıl bağların, dağlardan süzülən buz bulaqların, çəmənin, çöllərin həsrətindəyəm. Yuxuda gördüyüm yarpızlı bulaq, içəydim suyundan, bal dada dodaq, ayrılıq qəmindən olaydım uzaq. Nəğməli dillərin həsrətindəyəm. Allabar vətənin ürəyim olub, yadıma düşəndə gözlərim dolub, dağlarda çayları coşub, səs çalıb, gürlayan sellərin həsrətindəyəm. Qurban unudarmı talan yurdunu, əcdadların ruhu qalan yurdunu, maymaq ocağımız olan yurdumu, oradakı ellərin həsrətindəyəm. Qurban unudarmı talan yurdunu, əcdadların ruhu qalan yurdunu, maymaq ocağımız olan yurdunu, oradakı ellərin həsrətindəyəm. Oradakı ellərin həsrətindəyəm.